Salam, bugünkü mövzumuz sözün sətirdən sətrə keçirilməsidir. Əziz şagirdlər, daha çox fikir verməli olduğumuz məqamlar hansılardır? Sözü sətirdən sətrə keçirdiyimiz zaman tək sait qalırsa, bunu sətirdən sətrə keçirmək olmaz. Məsələn, elan, bədii, i burada tək olduğu üçün sətirdən sətrə keçirə bilmərik. Samitlərin bölgüsünə baxaq. Samitlərin bölgüsündə əgər sözdə 2 samit varsa, hər hecanın tərkibinə 1 samit düşür. Əgər sözdə 3 samit varsa, birinci hecanın tərkibinə 1 samit, ikinci hecanın tərkibinə isə 2 samit düşür. Məsələn, sen Tiyavır. T'yı 2 samitli ikinci hecaya düşür. Əgər sözdə 4 və yaxud da 5 samit varsa, həmişə birinci hecaya az samit düşür. 5 olanda ikisini veririk birinci hecaya, 3-ünü isə ikinci hecanın tərkibində aparacağıq. Qraf, qram. Bunlar isə hecalara bölünmürlər, bütöv şəkildə olur. Teleqraf, kiloqram. Yəni bütöv formada sətirdən sətrə keçirəcəyik. Bu qədər sadə və asan. Bu tipli videoların ardın gəlmək istəyirsinizsə, mütləq səhifəmi izləyin, abunə olun, bəyənmələr eləyin, öz fikirlərinizi şərh bölməsində bölüşün. Yeni qruplarıma qeydiyyat başlamışdır. Qruplarıma qoşulmaq istəyən şəxslər aşağıda olan əlaqə nömrələri ilə əlaqə saxlasınlar.